Dostlar, iki məsələ var burada, diqqətlə qulaq asın. Sən axşam 6, 7, 8 normal qidalanmırsan, atışdırırsan. 12-də də yuxun gəlir, ac qarnında yata bilmirsən, o vaxt sənə aclıq gəlir. Başlayırsan yeməyi yatmağa. O vaxtda metabolizm zəifləşir. Sən ondan elə normal, lap olsun 8, normal qidalan da. Keçdi ikinci məsələyə. Axşam saat 9-da, bax bu gördüyünüzü mən hamısını yeyəcəm. Çünki zaldayam, işim çoxdur. Fiziki itki verəcəm. Yəni kalori itkisi verəcəm. Amma sən əlində telefon, evdə oturmusan, sadəcə özündə təsəlli tapırsan ki, mən yemək yemədim ki, ancaq meyvə yedim. Xeyr dostum, yanında da çərəz olur bəzən və üstündən də başlayırsan qara çay içməyə. Onda da heç vəhşi yuxun da gəlmir qara çay içəndə. Yəni problem budur. Yenə deyirəm ki, sən əgər bunu yeyəcəksənsə bu hamısını, bundan sonra 1-2 dilim bunu ye və sonra sən heç karbohidrat olaraq yemə, ancaq elə yanında zülal yeysən, ondan daha da yaxşıdır ki, əzələ heç olmasa zülal görsün. Təbii ki, meyvə də görməlidir, amma çox yoxdur. Nə olsun bu indi meyvədir, amma bunun fruktozası da var axı, özdə gecə vaxtı. Bir daha söyləyirəm ki, çalış depo yaratma. Hər kəsə uğurlar.